Həkimlik qəhrəmanlıqdır. Nazirdən Tibb Universitetinin məzunlarına çağırış. İyunun 30-da Azərbaycan Tibb Universitetində ənənəvi məzun günü qeyd olunub. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri, universitet rəhbərliyi və digər rəsmi qonaqlar iştirak ediblər. Səhiyyə naziri Teymur Musayev açılış nitqində məzunları təbrik edərək bu günün onların həyatında unudulmaz bir tarix kimi qalacağını bildirib. Nazir çıxışında ölkədə səhiyyənin inkişafı, tibb təhsilinin gücləndirilməsi istiqamətində atılan addımlardan söz açıb. O vurğulayıb ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Nazir, həkimlər gündəlik həyatın qəhrəmanıdırlar. Öz biliklərinizə arxayın olun. Cəsarətli və məsuliyyətli həkimlər kimi fəaliyyət göstərin deyə bildirib. Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəli də çıxış edərək məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və onlara universitet adını daim uca tutmağı tövsiyə edib. Tədbir zamanı 2024-2025-ci tədris ilində məzun olan tələbələrin statistikası açıqlanıb. Bildirilib ki, bu il 1235 tələbə Azərbaycan Tibb Universitetindən məzun olub. Onlardan 853 nəfəri Azərbaycan vətəndaşı, 382 nəfəri isə əcnəbidir.